Deməli, müəllimlər, yeni mövzumuz interaktiv öyrənmədir. Gəlin görək, interaktiv öyrənmə nədir? Interaktiv sözünün mənası nədir? Müəllimlər, interaktiv sözünün mənası odur ki, qarşılıqlı əlaqə. Yəni, bir növ bu təlim metodu şagird mərkəzli metodlardan biridir. Yəni, burada şagird aktiv olur, şagird mərkəzdə olur. Yəni, əvvəlki o, yəni ənənəvi təhsil növündən çıxaraq, yəni müəllim danışır, şagird qulaq asır, yox. Şagird də iştirak edir müzakirələrdə. Şagird də mərkəzdə olur, sual-cavablarda aktivlik göstərir, sinifdə aktivlik göstərir. Bu nədir? Bu interaktiv öyrənmə üsuludur. Yəni aktiv dövrün, kurikulumun tələblərindən biridir. Gəlirik nəyə? İnteraktiv öyrənmənin üstünlükləri nə ola bilər müəllimlər? Burada, məsələn, ona uyğun nəzəriyyələr var, baxarsınız. Bir də, interaktiv öyrənmənin üstünlükləri nədir? Şagird aktiv iştirak eləyir. Suallar verir, dəlillər toplayır. Yəni, prosesin mərkəzində olur. Bu onun aktiv iştirakidir. Sonra şagirdlərdə ünsiyyət, əməkdaşlıq, bu kimi tənqidi düşünmə, bu kimi bacarıqlar, inkişaf eləyir. Daha sonra şagirdlərdə ömrü boyu öyrənmə, yəni həmçinin də müstəqil öyrənmə vərdişləri formalaşır. Yəni aktiv şagird arıyır, araşdırır, axtarır. Bu zaman şagirddə müstəqil öyrənmə formalaşırmı? Bəli, formalaşır. Sonra bu tipli dərs, metodunda şagirdlər üçün maraqlı olur. Şagirdlər bu dərslərə daha belə canfəşanla yanaşırlar, daha maraqla öyrənirlər interaktiv öyrənmə üsulunda. Daha sonra gəlirik nəyə? İnteraktiv, mühitin yaratmaq üçün istiqamətlər var. İlk öncə müəllimlər, dərsimiz cəlbedici olmalıdır. Şagirdlərə stimul verməliyik ilkin mərhələdə. Daha sonra, şagirdlərə gözləmə vaxtını verməliyik. Sual-cavab prosesində kifayət qədər gözləmə vaxtının verilməsi də interaktiv mühitinin, yaradılması üçün istiqamətlərdən biridir. Məsələn, bayaq dedim ki, birinci cəlb etmə dedim də. Uşaqların diqqətini cəlb eləməlisiniz, maraq oyatmalısınız. Bu cəlb etmədir, motivasiyadır və cəlb etmənin də müəllimlər üsulları var. Hansı mən üsullarla şagirdlərin diqqətini cəlb eləyə bilərəm? Məsəl üçün, hər hansı həyatdan bir dənə nümunə gətirin, öz həyatınızdan. Uşaqlar onda birinci hələ dərsə giriş başlamamısınız, giriş eləməmisiniz. Mövzuya uyğun öz həyatınızdan, real bir həyatı problemdən, situasiyadan nümunə gətirirsiniz. O zaman inanırsınız, yəni oxumayan şagird diqqətlə qulaq asacaq. Axı hamının həyatı bir-birinə maraqlıdır. O zaman ilk addım budur. Bunu edərək diqqətini cəlb edə bilərsiniz. Sonra suallar. Şagirdləri aktivləşdirin. Şagirdləri aktivləşdirəcək suallar verin. Düşünməyə sövq edən suallar verin. Bir növ onlarda passivliyi aradan qaldıracaq, sinifdə aktivlik yaranacaq və dərsə qarşı maraq artacaq. Yəni bu üsulla da cəlb eləyə bilərsiniz. Sonra müəllimlər, şəkillərdən, əyani vasitələrdən, qısa videolardan istifadə eləyin. Uşaqların diqqətini cəlb eləməkdən ötrü. Onlara da maraqlı olacaq bu zaman dərs prosesi. Onları cəlb eləyə biləcəksiniz bu üsullarla. Daha sonra nədən istifadə edə bilərsiniz? Musiqidən istifadə edə bilərsiniz. Arxa fonda, bəlkə də müəllimlərin çoxu bundan istifadə eləyir. Arxa fonda mövzunuza uyğun, məsəl üçün tarix müəllimisiz, mövzunuza uyğun bir tarixi əsərin musiqisini qoya bilərsiniz. Ədəbiyyat müəllimisiz, mövzunuza uyğun hər hansı bir əsər keçirsiniz, həmin əsərin musiqisini təşkil edə bilərsiniz. Yaxud da musiqi müəllimisiniz. Bu zaman şagirdlərdə maraq oyadacaqsınız. Çünki hər zaman edilməyən şeylərdir bunlar. Onlar artıq adi hala gəlməyib. Onlar üçün maraqlıdır bunlar, cəlbedicidir. Bir də buzqıran strategiyası var. Buzqıran strategiyası sinifdə tətbiq eləyəndə şagirdlər bir-birlərini daha yaxşı tanıyırlar və bu da sinifdə, daha səmimi mühitin yaradılmasına səbəb olur. Bu da cəlb etmə metodlarından biridir müəllimlər. Sonra müəllimlər, bu oldu bizim motivasiyamız, cəlb etmə mərhələmiz. Bir də müəllimlər, bir də bizim refleksiya mərhələmiz var. Bu refleksiya mərhələsi nədir? Edmund Berkin, deyir ki, refleksiya etmədən öyrənmək elə bil ki, qidanı çeynəmədən yeyirsiniz. Yəni refleksiya nədir? Refleksiya şagirdin öz işlərinə bir kənardan baxılmasıdır. Məsələn, kənardan baxır ki, mən nə etdim bu gün? Mən nəyi öyrəndim? Nəyi öyrənə bilmədim? Bir növ özünü, kənardan baxaraq qiymətləndirməkdir refleksiya. Şagirddə məsələn faydası nədir refleksiyanın? Metaqoqnitiv bacarıqları inkişaf elətdirir. Şagirdlər düşünməyi öyrənirlər.
Sonra özünü qiymətləndirmə. Şagirdlər özlərinin güclü və zəif tərəflərini refleksiya nəticəsində öyrənirlər. Məsələn, sonda yenə deyirəm, şagird özünə sual verir və yaxud da müəllim şagirdlərə sual verir. Şagirdlər, tutaq ki, hansı tapşırıqlar etdiniz bu dərsin sonunda? Yəni dərsin sonuna az qalmış müəllim verdiyi suallardır. Müzakirədə iştirak elədinizmi? Və yaxud da hansı misalda çətinlik çəkdiniz? Və yaxud da ki, məsələn, növbəti dərsdə daha yaxşı nə etməyi düşünürsünüz? Bunlar refleksiya suallarıdır. Daha sonra bir də ki, həm də müəllimlər deyirik ki, bu refleksiya yalnız dərslə bağlı deyil, həm də şagirdin davranışına da təsir eləyir. Yəni, niyə yoldaşına, məsələn, bu dərs prosesində müəllim sonda soruşur ki, məsələn, sən niyə yoldaşına kobud söz dedin? Bu da refleksiyanın bir növüdür. Davranışını da kənardan baxır, təhlil edir şagird. Deməli, refleksiyanın mahiyyəti o oldu ki, şagird bir növ özünü qiymətləndirir, şagirddə metaqognitiv bacarıqları inkişaf elətdirir, həmçində akademik davranışı da inkişaf elətdirir. Daha sonra müəllimlər, gəlirik sual-cavab prosesinə. Sual-cavab prosesi necədir? Belə deyilsin də, ilk öncə olaraq sualları əvvəlcədən hazırlamalısınız. Yəni dərs prosesində sualları daha əvvəldən hazırlananda, sual-cavab prosesi daha effektiv keçir. Və sual-cavab prosesində müəllimlər biz həm qapalı suallardan istifadə edə bilərik, həm açıq suallardan istifadə edə bilərik. Qapalı suallar, yəni ikisindən də eyni vaxtda istifadə etsək, sual-cavab prosesimiz daha effektiv olacaq. Çünki məsələn, açıq suallar beyni daha çox inkişaf elətdirir. Daha çox şagirdə öz düşüncələrini, öz fikirlərini aydın ifadə etməyə kömək göstərir. Qapalı suallar da konkret suallardır, konkret biliyimiz əsaslanır. Yəni ikisini də eyni vaxtda istifadə etsəz dərs prosesində effektiv olacaq dərsimiz. Sual-cavab prosesimiz. Sonra sual-cavab prosesində müəllimlər gözləmə vaxtı var. Gözləmə vaxtının verilməsi ən əhəmiyyətli nüanslardan biri. Bəzən, yəni çoxumuzda olur da, sual veririk, ardınca istəyirik ki, cavab alaq. Bu düzgün deyil, düzgün yanaşma deyil. Sual verdiksə, sualımızın çətinlik səviyyəsinə uyğun gözləmə vaxtı verməliyik. Adətən verirlər 30 saniyə falan. Yəni bu da yenə o qədər də ümumi bir anlayışda 30 saniyə, maksimum 30 saniyə gözləmək. Çünki çətinlik dərəcəsi nəyə görədir? Məsələn, əgər asan sualdırsa, bəlkə heç ona 30 saniyə gözləməyə ehtiyac yoxdur. Ona görə deyirik ki, gözləmə vaxtını verəndə verdiyimiz sualın çətinlik səviyyəsinə baxırıq. Çətinlik və asanlıq səviyyəsinə və düşünmə vaxtı verməliyik mütləq şagirdlərə. Sonra gəlirik nəyə? Aha, bir də müəllimlər, sinifdə müzakirə var və müzakirə zamanı bir neçə strategiyadan istifadə eləyirik. Hansı strategiyalardan istifadə eləyirik məsələn sinif müzakirəsində? Akvariumda müzakirə var da, akvariumdan istifadə eləyə bilərik, müzakirə xəritəsindən istifadə eləyə bilərik. Sonra Sigveyin özü də istifadə eləyə bilərik. Sonra ziqzaqdan istifadə eləyə bilərik. Bunlar sinifdə müzakirə strategiyalarından biridir. Sonra gəlirik nəyə? Fəal dinləməyə müəllimlər. Fəal dinləmə nədir? Nə üçün lazımdır? Gəlin ona baxaq. Görək fəal dinləmədə effektiv dinləmə bacarığı var. Yəni effektiv dinləmək üçün effektiv dinləyici olmaqdan ötrü biz bir neçə qaydalara yerinə yetirməliyik qaydaları. Bunlar hansı qaydalardır? Məsələn, diqqətimizi danışana yönəltmək. Bunu necə edə bilərik? Göz təması qura bilərik. Fikrimizi yayındıran məqamlardan qaçına bilərik. Bu nədir? Qarşıdakı insanı diqqətlə dinlədiyimizi göstərir. Sonra nümayiş elətdirməliyik ki, bəlkə heç sən, mən göz təması qururam, bəlkə fikrin başqa yerdədir. Siz həmin şəxsə nümayiş etdirməlisiniz ki, siz onu dinləyirsiniz. Necə? Məsələn, başınızı yelləyərək təsdiqləyə bilərsiniz. Bəli, xeyir kimi sözlərdən istifadə edə bilərsiniz. Rəy verə bilərsiniz, məsələn, danışdığı sözə uyğun rəy verə bilərsiniz müzakirədə. Sonra danışanın sözünü kəsməmək. Yarımçıq kəsib rəy vermək yox. Nüansa görə, yerinə görə rəy verməkdir. Həmçində qarşıdakı insanın fikrin tamamlamağa imkan yaratmalısınız. Bu nəyi göstərir? Bu effektiv dinləmə bacarığına malik olmanızı göstərir. Belə bir universitet vaxtından, lap elə məktəb vaxtından, ən çox universitet vaxtında bunu deyirdilər bizə. Dinləməyin özü bir mədəniyyətdir. Danışmaq mədəniyyətsə deyirdik ki, dinləməyin özü də bir mədəniyyətdir və bu nüanslar bizdə dinləmə mədəniyyətinin olduğunu nümayiş elətdirir. Bu nüansları yerinə yetirsək. Sonra müəllimlər, nəyə gəlirik?
Müzakirə zamanı davranışlara. Müzakirə zamanı. Nələrə diqqət etməliyik? Nəzakət və hörmət. Məsələn, müzakirə eləyəndə, cavab verəndə səmimi olmalıyıq. Başqasını təhqir etmədən cavab verməliyik. Sonra empatiya hissi. Empatiya nə idi? Özünü başqasının yerinə qoymaq. Danışanda tək tərəfli özünü fikirləşmə. Nə olur olsun, özünü qarşıdakı insanın yerinə qoy. Gör o insan nə hisslər keçirir. Sən də ona uyğun empatiya hissi qur və ona görə cavab ver. Ona görə müzakirəni apar. Ona görə davran. Sonra bir də təzyiqsiz ünsiyyət var. Bu nə deməkdir? Yəni səs ton təzyiq göstərmədən səs tonunu tənzimləmək, aqressiya, aqressiv intonasiyadan istifadə etməmək. Yəni aqressiv danışmaqdan, səs tonumuzu yüksəltməkdən bunlardan qaçınmalıyıq. Səmimi, rahat bir müzakirə təşkil etməliyik. Sonra gəlirik nəyə müəllimlər? Yekunlaşdırıq, narahat olmayın. Gəlirik nəyə? Qruplara. Qrupların təşkili var. Homogen qruplar var, testdə qarşınıza çıxacaq. Bir də heterogen qruplar var. Bu homogen qruplar bilirsiniz hansı qruplardır müəllimlər? Eyni səviyyəli uşaqların bir qrupda olması. Misal üçün, yaxşı oxuyanlar bir qrupda olur və yaxud da pis oxuyanlar bir qrupda. Bu homogen qruplardır. Amma heterogen qruplar qarışıq qruplardır. Həm yaxşı oxuyan, həm pis oxuyan, həm intellekti aşağı olan, həm digər fiziki qüsurlu olan, yəni bütün bu qrup qarışıq qrupdur və əsasən deyirik ki, dərs prosesində, müasir təhsil sistemində əsasən biz heterogen qruplardan istifadə etsək daha doğru olar. Homogen qruplarından da lazım gələndə bu qruplar varsa, lazım gələndə bunlardan istifadə edirik. Amma ən çox hansı qruplardan istifadə etməliyik? Ən çox deməli heterogen qruplardan istifadə etməliyik və qruplar sayını da çox etməməliyik. Adətən 3-5 nəfərdən təşkil etsək, daha effektiv, daha doğru, düzgün dərsimizi təşkil edə bilərik. Bu qədər müəllimlər interaktiv öyrənmə